Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev açıqlamasında bildirib ki, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması və cərimələrin tətbiqi yaxşı olardı. Mövzu ilə bağlı redaktor Aza müsahibə verən Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynov bildirib ki, Azərbaycanda son 2 ayda heyvanların kəsilməsi məsələsi ilə bağlı təbliğatlar gedir. Bəzi mənbələrdə quzuların kəsilməməsi və quzu ətinin pis olduğu barədə çağırışlar edilir. Gözləyirdim ki, azad olmuş torpaqlarda hökumət böyük kənd təsərrüfatları yaradacaq. Daim proqnoz verirdim ki, yaxın 5 ildə Azərbaycan özünü ətlə təmin edəcək. Amma çağırışlar edilir ki, quzu əti yeməməli və hətta zərərli olduğu barədə məlumatlar yayılır. Kənd təsərrüfatı siyasətinə bu cür primitiv yanaşma doğru deyil. İstehlakçının seçim hüququ var. İstehlakçı istəsə pul verib alar, istəməsə almaz. Bazarda hər cür ət olmalıdır. Kim ki qocalmış xoruz, soyuq, öküz əti yemək istəyir, buyurub bazardan alıb yesinlər. Kənd təsərrüfatı siyasətini bu cür formalaşdırmaq doğru deyil. İstehlakçıları israfçılıqdan uzaqlaşdırmaq siyasəti aparılmalıdır. Təəssüf ki, ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir. Əgər belə siyasət aparılarsa, quzu kəsiminə və ya digər kəsimlərə qadağalar qoyularsa, quzular yenə kəsiləcək. Quzu ətinin qiyməti isə 50-100 manata qalxacaq deyə Eyüp Hüseynov bildirib.